Xoş gördük sizləri. Biz bugün 4-cü sinif şagirdləri üçün oxuyub anlama mətni işləyəcəyik. Gəlin mətni diqqətlə oxuyaq. Siz də bu cür videoları, bu cür izahları səhifəmizdə izləmək istəyirsinizsə, kanala abunə olun, videoları bəyənin və paylaşın. Başladıq. Koala və yaxud kisəli ayı. Koalalar fəsiləsinin yeganə növüdür. Müasir koala 15 milyon il bundan qabaq əmələ gəlmişdir. Təxminən yarım əsr ərzində koalalar ancaq Yeni Cənubi Uelsinin ətraflarında görünürdü. 1855-ci ildə təbiətşünas William Landowski ona Viktoriya ştatında, 1923-cü ildə o Thomas Queenslandin cənub-şərq hissəsində rast gəlmişlər. Koala Cənubi Avstraliyada yaşayırdı, ancaq 20-ci əsrin əvvəlində məhv edilmişdir. Koala möhkəm bədən quruluşuna malik kiçik heyvandır. Bədənin uzunluğu 60-80 cm, çəkisi 5 kg-dan 16 kg-a qədərdir. Quyruğu çox qısadır, kənardan bilinmir, başı enli və böyükdür. Qalın tüklü qulaqları iri və yumrudur, gözləri sizikdir. Dişlərin yaxşı inkişaf etmiş çıxarıcı hissəsi arxadan açılır. İçəridə iki əmziyi var. Koalalar adətən sakit olur və səslərini təhlükə və yaxud artma dövründə çıxarırlar. Koalalar Avstraliyanın şərqində, Adelaidanın cənubundan Cape York yarımadasının şimalına da ikiyə ayrılmışlar. Avstraliyanın cənubunda isə onlar hələ 20-ci əsrin 20-ci illərində məhv edilmişdir. Ancaq sonralar buraya Viktoriya ştatından yeni fərdlər gətirilib yerləşdirilmişdir. Koalalar evkalipt meşələrində yaşayır və həyatlarını demək olar ki, bu ağacların arasında keçirirlər. Gündüzlər koala ağac budaqlarında yerləşərək yatır. Sutkada 12-22 saat, gecələr qida axtararaq ağaca dırmaşır. Koalalar ancaq evkaliptin cavan budaq və yarpaqları ilə qidalanırlar. Zəhərlənməmək üçün koalalar tərkibində az fenol birləşməsi olan evkalipt növlərindən istifadə edirlər. 800 növ evkaliptin 120 növündən istifadə edirlər. Bu heyvanlar üzməyi də bacarırlar. Dişi koalalar tək həyat tərzi keçirir və seçdikləri əraziləri nadir hallarda tərk edirlər. Erkəklər isə ünsiyyətçil deyirlər. Görüş zamanı əsasən artma dövründə hücum edərək bir-birini şikəst edirlər. Koalanın bir, nadir hallarda 2 balası da olur. Balanın uzunluğu 15-18 mm, çəkisi 5-5 qrama qədər olur. 6 aya qədər bala kisədə qalaraq ana südü ilə qidalanır. Sonra isə daha 6 ay ananın belində və ya qarnında onun xəzindən yapışaraq səyahət edir. Koalalar 2 ildən bir artırlar, dişilər həddi buluğa 2-3, erkəklər isə 3-4 yaşına çatırlar. Koala orta hesabla 12-13 il yaşayırlar. Deməli, ancaq bəzi hallarda 20 il, ildə yaşayanı olur. Cümləni tamamlayaq. Müasir koalalar neçə milyon il bundan qabaq əmələ gəlmişdir. Gəlin gedək mətndən dostlar. Burada göstərilir ki, müasir koala 15 milyon il bundan qabaq əmələ gəlmişdir. Təbiətşünas William Landowski ona Viktoriya ştatında, gəlin cümlənin əvvəlini tapaq. Haradaydı o? 1855-ci ildə, baxın. 1855-ci ildə təbiətşünas William Landowski ona Viktoriya ştatında, 1923-cü ildə isə Thomas Queenslandin cənub-şərq hissəsində rast gəlmişlər. Deməli, 1855-ci ildə təbiətşünas William Landowski ona Viktoriya ştatında, 1923-cü ildə isə o Thomas Queenslandin cənub-şərq hissəsində rast gəlmişdir. Deməli ona. Bəli, davam edək. İsə Thomas Queenslandin cənub-şərq hissəsində rast gəlmişlər. Davam edək. Deməli, nə üçün koalanın quyruğu kənardan bilinmir? Gəlin gedək görək bunun səbəbi nə idi? Niyə onun quyruğu kənardan bilinmirdi? Koala möhkəm bədən quruluşuna malik kiçik heyvandır. Bədənin uzunluğu 60-82 cm, çəkisi 5 kg-dan 16 kg-a qədərdir. Quyruğu çox qısadır, kənardan bilinmir. Yazacağıq ki, ona görə ki, quyruğu çox qısadır.
Çünki quyruğu çox qısadır. Davam edək. Koalalar səslərini adətən nə zaman çıxarırlar? Gəlin gedək həmin hissəni qeyd etməyə. Mətndə axtaraq. Haradaydı o? Sakit heyvanlardır. Bəli. Adətən sakit olub səslərini təhlükə və ya artma dövründə çıxarırlar. Bu cümlə bizim cavabımızdır. Davam edək. Mətnə əsasən hansı fikir doğrudur? Koalanın bədəninin uzunluğu 60-80 cm olur. Metr idi, santimetr. Gəlin baxaq. Bircə dəqiqə. 60-82 santimetr. Yəni bu bizim doğru cavabımız ola bilməz. Quyruğu çox uzun olur, xeyr, əksinə qısa olur. Müasir koala 15 min il bundan əvvəl. Təbii ki, 15 milyon il bundan əvvəl. Milyon il, yəni 1000 il deyil. Orta hesabla 12-13 il yaşayırlar. Bu doğru fikirdir. Milyon olmalıdır, burada 1000 yox. İndi gəlin baxaq bir dəqiqə, haradaydı o? Orta hesabla 12-13 il yaşayırlar. Koala orta hesabla 12-13 il yaşayırlar koalalar. Davam edək. Mətnin məzmununu ümumiləşdirsək, mətnə hansı adı vermiyorlar? Koalaların qidalanması, koalanın yaşayış tərzi, koalalar haqqında ümumi məlumat, təbiətdəki canlılar. Təbii ki, koalalar haqqında ümumi məlumat demək daha doğru olar. Mətndəki hadisələrə əsasən ardıcıllığı tamamlayın. Deməli, koalaların evkalipt meşələrində yaşaması, balasının inkişafı, bədən quruluşu, koalanın yaranma tarixi. İlk öncə biz koalanın yaranma tarixindən danışdıq. Ona görə də 4-ü birinci götürməliyik. Sonra 3 gəlir, koalanın bədən quruluşu ola bilər. İndi baxaq, 2 evkalipt meşələrində yaşaması, yoxsa 1? 2 koalanın balasının inkişafı, evkalipt meşələrində yaşaması. Hansı haqqında daha əvvəl məlumat verilirdi? Baxın, ilk öncə evkalipt meşələrində qidalanması haqqında məlumat verilirdi. Sonra onların balaları haqqında məlumat verilirdi. Deməli, balaları haqqında sonda məlumat verilirdi. Buna uyğun cavabı seçək. Bir dəqiqə çox düşdüm aşağıya. Balasının inkişafı 2 axırda olacaq. Cavabımız olacaq C variantı. Koala nə ilə qidalanır? Evkalipt ağacının yarpaqları ilə qidalanır. Orada qeyd olunur. Daha da ətraflı yaza bilərik. Məsələn, burada verilən məlumatlara əsasən ki, koalalar ancaq evkaliptin cavan budaq və yarpaqları ilə qidalanırlar. Zəhərlənməmək üçün koalalar tərkibində az fenol birləşməsi olan evkalipt növlərindən istifadə edirlər. 800 növ evkaliptdən 120 növündən istifadə edirlər. Bu bizim bütöv cavabımızdır. Qısa da yaza bilərik, geniş də yaza bilərik. Nə üçün koalalar tərkibində az fenol birləşməsi olan evkalipt növlərindən istifadə edirlər? Dedik ki, zəhərlənməmək üçün ondan istifadə edirlər. Mətnin məzmununa əsasən hansı fikirlə razılaşmaq olmaz? Koalaların gözləri çox kiçikdir. Avstraliyanın cənubunda koalalar məhv edildiyi üçün buraya Viktoriya ştatından yeni fərdlər gətirilib yerləşdirilmişdir. Koalaların ən az vaxt keçirdiyi yerlər evkalipt meşələridir. Koalanın balası 6 aya qədər ana südü ilə qidalanır. İndi baxaq bir-bir. Bu doğru cavabdır. Gözləri çox kiçik idi koalaların. Gəlin baxaq görək. Nə deyirdi bu haqda? Dişləri haqqında var idi. Bədən quruluşu bir dəqiqə. Bədən quruluşu, bədən başı eni, gözləri kiçikdir. Baxın, burada var ki, gözləri kiçikdir. Yəni, bu da doğru fikirdir. Üstə gərək qoyaq. Gözləri çox kiçikdir. Görək, həqiqətən də onlar Avstraliyada məhv edildiyi üçün hardan gətirim? Deyir ki, Avstraliyada yaşayır, ancaq 20-ci əsrin əvvəllərində məhv edilmişdir. Cənubi Avstraliyada, bəs oradan gətirilməsi haqqında məlumat. Koalalar Avstraliyanın şərqində, cənubundan Cape York yarımadasından şimalda yayılmışlar. 20-ci əsrin 20-ci illərində məhv edilmiş, ancaq sonralar Viktoriya ştatından yeni fərdlər gətirilib. Deməli, bu fikir də doğrudur. Bircə dəqiqə. Baxın, burada C variantı var ki, koalaların ən az vaxt keçirdiyi yerlər evkalipt meşələrdə. Təbii ki,
Bu yanlış fikirdir. Çünki onlar demək olar ki, bütün ömürlərini evkalipt meşələrində keçirirlər. Yeməkləri orada, ağaclarda, evkalipt ağaclarında yaşayırlar. Hətta evkalipt ağacları qırıldığı üçün, məhv olduğu üçün koalalar da məhv olurlar. Çünki onunla qidalanırlar. Yəni onların evləri evkalipt ağaclarıdır. Mətnə əsasən cədvəli doldurun. Koalalar Avstraliyanın şərqində, Adelaidin cənub Cape York yarımadasının şimalında yayılmışlar. Dişi koalalar tək həyat tərkib və seçdikləri ərazini hər zaman tərk edirlər. Bu yanlış fikirdir. Çünki hər zaman tərk edirlər, yox, adətən tərk etmirlər, orada qalırlar. Baxın, mətndə göstərilir də ki, tapaq həmin hissəni bircə dəqiqə nadir hallarda həmin ərazilərdir, tərk edirlər. Yəni, tərk etmirlər də əksinə. Burada deyir ki, amma tərk edirlər, hər zaman tərk edirlər. Ona görə yanlış fikirdir. Koalanın bir, nadir hallarda 2 balası doğulur. Görək, bu doğru fikir idimi? Haradaydı? Gəlin tapaq. Yəqin ki, siz görürsünüz. Balanın uzunluğu 6 aya qədər qidalanır. Ana 2 ildən biri artırlar. Bu haqda məlumat var. Baxın, burada göstərilirdi ki, göstərəcəm. Koalanın bir, nadir hallarda 2 balası doğulur. Yəni, bu da doğru fikirdir. Doğru olduğunu gəlin qeyd eləyək. Qeyd edək. Doğru. İndi baxaq, koalalar Avstraliyanın şərqində, Adelaidanın cənubundan Cape York şimalında yayılıblar. Gəlin bu cümləni mətndən tapmağa çalışaq. Baxın, olduğu kimi burada tapdıq. Koalalar Avstraliyanın şərqində, Adelaidanın cənubundan Cape York yarımadasının şimalına dək yayılmışlar. Bu doğru fikirdir. Doğruya doğru. Bəzən belə cədvəllər verirlər. Bunun doğru olduğunu qeyd eləyək. Məsələn, qeyd olunur ki, yanlışlığı müəyyənlə doğrunun məsələn 2 hissəli cədvəllər olur. Orada artıq doğrunun altında doğrunu, yanlışın altında yanlışı seçib götürməlisən. Yəni, fərqli cədvəl formalarından da istifadə olur. Belə, dostlar, hər birinizə uğurlar arzu edirəm. Gördüyünüz işlərdə müvəffəqiyyətlər arzu edirəm. Kanala abunə olmağı unutmayın. Videoları WhatsApp statuslarınızda paylaşmağı unutmayın. Sağ olun. Gələn video dərslərdə görüşmək diləyilə.